30 gün 30 fərqli yemək, gün 22 yan-yana. Bütün ərzaqları xırda-xırda doğrayıb qabın içərisində adından da bəlli olduğu kimi yan-yana düzüb göndərik sobaya. Hazırlanması çox asan bir yeməkdir. Sümüksüz formada xırda doğranmış ət, kartof, soğan, pomidor, yaşıl və qırmızı biber, sarımsaq. Hamısını tavaya əlavə edirəm. Daha sonra isə üzərinə su, tomat və duzdan ibarət bir qarışım hazırlayıb əlavə edirəm. Daha sonra isə üzərinə isladılmış formada olan yağlı kağızları qoyuram. Sadəcə burada videoda çəkməyi unutmuşam. Yağ qoymağı unutmuşdum. Sonra tez sobadan çıxarıb yağ qoyub yenidən göndərdim sobaya. 1 saat bu formada sobada bişdikdən sonra çıxardıram. Yenə üzərinə biraz yağ əlavə edib göndərirəm sobaya. Hardasa mən yarım saat qədəri sobada saxladım. Amma əgər tam suyunun quruyub yağa düşməyini istəyirsinizsə daha çox saxlaya bilərsiniz. Ancaq bu suyuna belə çörək batırıb yemək çox ləzzətli idi. Bütün ərzaqlar ət də daxil olmaqla hamısı pambıq kimi yumşaq bişmişdi. Belə də çəkib servis edə bilərsiniz. Siz 22-ci günü izləyin, mən isə gedim 23-cü günə hazırlaşım. Hələlik.